Video kaydı paylaşa bilərəm. Keçən və 2 dəfədir nəsə problem yaşanır. Sonra da məcbur dərs çəkmək məcburiyyətində qalıram. Amma müəllimlər qoşulsun. Müdirlərim də bu gün yaxşı nəticə toplayıb ki, keyfim əladır. Görək necə istəyirəm. Aha. Deməli müəllimlər, baxın, pH nəzəriyyəsi. Tam belə xırdalığını keçəcəm. Əsas lazım olan yerləri izah edəcəm ki, beyniniz yorulmasın. Baxın, Piaget nəzəriyyəsi koqnitiv inkişaf nəzəriyyəsidir. Hansı ki, burada əsas məqsəd nədir? Uşaqların zehni inkişafı. Ona görə də Piaget ilə Montessori'nin oxşar xüsusiyyətləri çoxdur. Ümumiyyətlə, Montessori nədən ilhamlanıb? Piaget nəzəriyyəsindən. Yəni, ondan maraqlanıb, onu kəşf edib, belə deyim, axtarıb, araşdırıb və bu nəzəriyyəni özünə yaxın bilibdir. Sonra o da koqnitiv olmasa da didaktik materiallarla nə edib? Uşaqların inkişafını təmin edir. Yəni, koqnitiv konstruktivizm bir Montessori'dədir, bir də Piaget'dədir. Bunu yadda saxlayın. Deməli, baxaq, Piaget nəzəriyyəsi koqnitiv səsləri bağlayıram, sonda açacağam, yaxşı. Çünki belə hamısı bir-birinə qarşı heç nə eşitməyəcəksiniz. Piaget nəzəriyyəsi koqnitiv konstruktivizm, ümumiyyətlə koqnitiv inkişaf nəzəriyyəsidir, zehni inkişaf, yaxşı yadınızda saxlayın, yəni idrak ilə əlaqəlidir birbaşa. Burada sosial əlaqələr, nitq elə də vacib hesab edilmir. Hansı ki, bugünkü günü hər birini, baxın, nəzəriyyələr də öyrənirik, pedaqoji yanaşmalarda hansını ki öyrənirsiniz, bugünkü gün çərçivənizdə varsa, yadınızda saxlayın. Hər biri uşaq yönümlüdür, hər bir uşağın yaradıcı inkişafını, potensialını dəstəkləyəndir. Uşaq mərkəzləşmiş, ailələrlə yaxından əməkdaşlıq və belə qeyd edim, oyunların aparıcı fəaliyyət hesab edildiyi pedaqoji yanaşma nəzəriyyələrdir ki, biz onları bugün öyrənirik. Bu əsas ortaq xüsusiyyətlərdir. Yaxşı yadda saxlayın. Görürsünüz, bugünkü təhsilə xasdırmı? Bəli, əgər ki, ziddi olsaydı, biz bugün bunları öyrənməzdik. Hər bir uşaq yönümlüdür. Hər biri oyunu əsas vacib hesab edir. Hətta Piaget ilə Vygotskin sadəcə bir ortaq xüsusiyyəti var. O da ikisi də oyun zamanı uşaq inkişaf olunur, vurğulayır. Qalan hər bir şey də ziddir. Dediyimiz kimi oyundur, uşağı mərkəzləşmişdir, uşağın meyil marağını əsas tutur, valideynlərlə sıx əməkdaşlıq var, bir də uşağın yaradıcı potensialını inkişaf elətdirir. Baxın, ona görə nədir? Yer yoxdur müəllimlər, ona görə daxil olmaq olmur. Yəni, tamamlandıq. Dediyim kimi, bax, ona görə nədir? Hər birini bu gün öyrənirik. Hər birində ortaq xüsusiyyətləri bunlardır. Mərkəzləşmiş uşaq, yaradıcı potensial, oyunun aparıcı fəaliyyət hesab edilməsi, bir də ki, ailələrlə sıx əməkdaşlıq. Bugünkü təhsildə bizdən onu tələb edir, əlbəttə. Görürsünüz, 1-6 yaşda bağça dövründə aparıcı fəaliyyət nədir? Oyunlar. Təhsilimiz bu gün nəyə dayanır? Uşağın mərkəzdə saxlanılmasına, yəni uşaq yönümlüyə. Valideyn əməkdaşlıq mütləq əsas vəzifələrinіздəndir. Sonra uşağın yaradıcı potensialı bəlli ilə uşaq yönümlü təhsilə də didaktik prinsipə də xasdır. Düzdür, biz onları keçəndə vurğulamışıq. Ortaq xüsusiyyətləri bunlardır. İndi Piaget koqnitiv, yəni zehni inkişaf burada əsaslı fundamental xarakter daşıyır və deyir ki, uşaqlar ətraf aləmi kəşf edərkən, baxın, uşaqlar özləri müstəqil şəkildə ətraf aləmi kəşf edərkən onların zehni inkişafı baş verir. Yəni, harda ki, ilk öncə zehin inkişaf olunur, sonra öyrənmə baş verir. Deməli, nədən bəhs edirik? Piaget nəzəriyyəsindən. Baxın, cümləni biraz hiyləli edib, cümləni dəyişirlər, diqqətiniz yayınar. Deyər ki, birinci zehni inkişaf öyrənmədən əvvəl gəlir və yaxud deyər ki, öyrənmə zehni inkişafdan sonra gəlir. İkisi də eyni cümlədə, sadəcə yerini dəyişdi. Müəllimlər də baxır ki, öyrənməni birinci verdisə, deməli Vygotsky'də, amma diqqəti yayınır. Cümlədə görün nə deyir? Deyir, bir öyrənmə zehni inkişafdan sonra gəlir. Deməli, ilk gələn nə oldu? Zehni inkişaf. Bu hansı nəzəriyyədir? Piaget. Piagetə aiddir. Telefonu əlimdə saxlamıram, çünki müəllimlər çox mesaj yazır. Qətim yanılsın. Dediyimiz kimi, Piaget nəzəriyyəsi, bax, Piaget 50 ilə yaxın öz övladlarını müşahidə edib, qeydlər aparıb, misal onları və zehni inkişaf nəzəriyyəsini irəli sürür və deyir ki, uşaqlar yaş mərhələləri var da, bu mərhələlərdə eyni etapdan keçir. Yəni, uşaqlar ta 0-dan 2 yaş, 2-7 yaş, 7-11 yaş, 11-18 yaş hər bir uşaq eynən bu mərhələlərdən keçir. Deməli, mərhələli öyrənmə hansı nəzəriyyədədir? Piagetdə. Vygotsky'də zona olacaq. Piagetdə nədir? Mərhələ. Mərhələlərlə deyir uşağın zehni inkişafı baş verir. Və eyni zamanda Piaget deyir ki, uşaq müstəqil öyrənməlidir. Əslində, bugünkü günü görürsünüz, müəllimin rolu vacibdir, əsas bilik mənbəyidir. Yəni, mən fasilitatoram, mən bələdçiyəm, uşaqlara yön istiqamət verməliyəm. Amma uşağın müstəqil inkişafı da dəstəklənir, bəli. Sadəcə Piaget deyir ki, müəllim müdaxilə etməsin, müəllim öyrətməsin, uşaq özü öyrənsin. O sadəcə bir növ Montessori'də necə idi? Gözə görünməz icra edici. Burada da deyir ki, müəllim gözə görünməz icra edici olsun. Yəni, bir növ elədir. Deyir ki, yəni sən müdaxilə etmə, çünki sən uşağı öyrətdiyin təqdirdə o sənə güvənir, artıq heç nə etmək istəmir.
Baxın, indi gəlin bunu biraz elmi dildə deyək. Deyir, uşağı bilik ötürdüyün andan etibarən, uşağa nə isə izah etdiyin andan etibarən onu aktiv mövqedən passiv mövqeyə keçirirsən. Bu nə deməkdir, müəllimlər? Məsəl üçün, mənim nəsə maraqlıdır, düzdür? Nə edirəm özüm? Axtarıram, araşdırıram, tədqiqat aparıram. Çünki maraqlıdır, istəyirəm öyrənəm. Amma sonra müəllim gəlir və yaxud valideynimdir, kimsə böyük bir insan, ondan soruşuram ki, bu nədir? O mənim sualımı cavablayır, artıq arxayın oluram. Deyirəm ki, hə, nə isə bilməsəm, tez üz tutacam ya müəllimə, ya da valideynimə cavab verəcək. Görürsüz necə bir mövqedə oldum, passiv. Halbuki bundan əvvəl necə idim? Aktiv axtarırdım, araşdırırdım, yəni səy göstərirdim, təşəbbüsü ələ almışdım. Amma mənə məlumatı ötürdü valideynim, müəllimim deyir, mən artıq rahatam. Deyirəm ki, nəsə lazım olanda onları üst tutacam, izah edəcəklər. Görürsüz, əvvəlcə aktiv idim, sonra passiv oldum. Baxın, bu fikir Piagetə məxsusdur. Deyir ki, sən ona məlumatı ötürdüyün andan etibarən, ona məlumatı ötürdüyün andan etibarən uşaq passiv olur. Amma halbuki uşaq özü aktiv, ətraf aləmi fəal şəkildə kəşf edən varlıqdır, şəxsdir. Deyir özü fəal şəkildə mənimsəyir bilikləri, fəal şəkildə axtarır, məlumat əldə edir, amma sən məlumatı ötürdün, nə olur? Passiv. Bax, bu əsas. Sonra Piaget düşüncəsinə görə uşaqların IQ səviyyəsini testlə ölçmək olmaz. Baxın, testə qarşıdır. Hansı nəzəriyyəçi? Piaget. Deyir, testlə ölçə bilməzsən. Hər bir uşağın, özünü belə qeyd edim, hər bir insanın IQ səviyyəsi var və onu fərqli şəkildə öyrənmək olar. Sadəcə sən hər birini testləşməyə sövq etsən, testdə bax, mən də elə düşünürəm. Bax, burada Piaget'in düşüncələrimiz eynidir. Məsəl üçün, Eli müəllim var, mən də özüm bunun şahidiyəm. Sual-cavabda o qədər fəaldır, amma testdə zəif nəticə göstərir. Bax, bilirəm ki, biliyi var, amma test işləmə texnikası zəifdir. Elə müəllim də var ki, sual-cavabda qətiyyən cavab vermir. Həqiqətən zorla şərpətlə söz alıram. Amma ki, testdə o qədər gözəl nəticə göstərir. Görürsüz, o deməkdir ki, digər müəllimin o testdə zəif nəticə göstərən IQ səviyyəsi bu yaxşı nəticə göstərən müəllimdən zəifdir? Xeyr, əlbəttə. Sadəcə hərəsinin fərqli texnikaları var. Yəni onun üzərində çalışmaq lazımdır. İndi baxın, Piaget deyir ki, uşaqların deməli zehni inkişafı ilk öncə formalaşır, sonra öyrənmə baş verir. Birinci zehni inkişaf, sonra öyrənmə. Zehni inkişaf nə zaman formalaşır? Uşaq ətraf aləmi kəşf edən zaman. Ətraf aləm deməli burada vacibdir, əsasdır. Sonra Piagetə görə 4 mərhələdən uşaqlar keçir. Bağça ilə əlaqəli əsas 2 mərhələdir. 0-2 yaş hissə hərəki və yaxud sensomotor, ikisi də eynidir. Ya sensomotor, ya da hissə hərəki. Yaxşı, hissə əməli desə bilin ki, səhvdir variant. Əməli deyil, hissə hərəki. Daha sonra 2-7 yaş ilkin əməli və yaxud əməliyyat öncəsi. Baxın, iki cür səslənir deyə ikisini də qeyd edirəm. Ya ilkin əməli, ya da əməliyyat öncəsi. Və daha çox indi terminləri biz sizlə öyrənəcəyik, birazdan izah edəcəm. Hər biri daha çox hansının əlaqəlidir? İlkin əməli mərhələ ilə. Yəni ona aid daha çox xüsusiyyətlər sadalayır. Hər birini asan dildə izah edəcəm. Sonra gəlir, deməli 2-7 nə oldu? Ya əməliyyat öncəsi, ya da ki ilkin əməli mərhələ. Sonra gəlir 7-11 yaş konkret əməli. Görürsüz, 7 yaşdan hətta 6 yaş tamam olan kimi uşaq hara gedir məktəbə? Yəni bizlə əlaqəli deyil. Amma əsas vacib məqamlar deyəcəm. 7-11 oldu konkret, 11-18-də oldu formal əməli. Yaxşı, 4 mərhələ var. Kimdə var mərhələ? Piaget nəzəriyyəsində. İndi baxaq 0-2 yaşa. 0-2 yaş hissə hərəki ilkin əməli mərhələdir və daha çox bugünkü təhsildə 1-2 yaşın xüsusiyyətlərini ora aid edəcəksiniz. Hansı ki, burada uşaq ümumi Piaget ilə əlaqələndirirəm. Baxın, emosional cəhətdən böyüklərə bağlı olur, bəli. Çünki görmüsünüzmü ki, 1 yaşında uşaq özü müstəqil getsin, əyini dəyişsin, özü yeməyini qoysun, yesin, misal üçün öz ehtiyaclarını özü ödəsin, altını batırsın, getsin, əyini dəyişsin, xeyr. Və yaxud özü getsin, öz ayaq yolusuna, qarşılığına, cüvəci təlimi deyir. Cüvəci təlimi alsın, getsin, öz işini görsün, xeyr. Düzdür, indi çox belə fəal uşaq olarsa, 1 yaşında artıq yavaş-yavaş öz ehtiyac nə baxımdan cüvəci təlimini öyrətmişəm deyə ehtiyac olanda gedir qarşılıqda oturur. O çox nadir halda, hər uşaq etmir. Görürsüz, yəni bacarmır öz ehtiyacını. Ona görə böyüklərə bağlıdır. Yəni acanda ancaq böyük onu yedizdirəcək, misal üçün altını batırırsa böyük əyini dəyişdirəcək və s. və ilahi. Daha sonra yeni nitq mənimsəmə dövrü. Nitq mənimsəmə 1-2 yaşa bilirsiniz, xas xüsusiyyətdir. Nitq mənimsəmə deyəndə müəllimlər elə düşünür ki, uşaq artıq bülbül kimi ötür. Yəni o demək deyil, yeni dil açır. Hələ yeni. Burada da misal üçün avtonom nitqdən istifadə edir və yaxud hecalarla danışır və yaxud müəllim ya böyükdə, indi kimsə valideyndə onu təkrar edir. Hər biriniz inanıram bu mərhələdən keçmisiniz. Mütləq ya övladınızda, ya bacı qardaşınızda, ya nəvənizdə mütləq də.
Deməli, nə edir uşaqlar? İstəyirsiniz ki, ana desin, deyirsən ana, bir də ana dəfələrlə təkrar edirik ki, uşaq onu səsləndirsin. Görürsüz, bir dəfə deyən kimi uşaq səsləndirirmi? Xeyr, yəni dəfələrlə təkrar edirik. Və istəyirik ki, o dil açsın. Baxın, nitq mənimsəmə dil açma deməkdir. Belə yadınızda saxlayın. Məsələn, və yaxud hecalarla deyir. Uşaq necə deyir? Birdən-birə demir ki, ata hardasan? Deyir ki, ata və yaxud ana. Bu şəkildə heca ilə. Və yaxud da avtonom nitqdə nyam-nyam, qığa, buva. İndi bunlar el arasında tanınmış sözlərdir avtonom nitq olaraq. Yəni hər kəs bilir ki, qığa maşındır, nyam-nyam yeməkdir, buva da sudur. Amma elə sözlər var, mən öz müdavimlərimə də hər zaman deyirəm. Uşaq gəlir, nəsə sizdən istəyir, bir diqqətlə baxırsınız, anlaya bilmirsiniz ki, görürsən nə istəyir məndən. Yəni mütləq ki, olub o. Amma valideyni gələn kimi deyir, bax bunu istəyir. Niyə? Çünki o ondan çox vaxt keçirir deyə. Artıq misal üçün uşaq bu sözü tələffüz edəndə gətirir, göstərir ona suyu, göstərir yeməyi, misal üçün ətrafda nəyə baxıb əlini uzadırsa, onu göstərir, artıq anlayır ki, hə, deməli bu sözün mənası bu deməkdir. Daha sonra bu mərhələdə səs bulaşması var. Səs bulaşması müəllimlər, baxın, bunu nə deyək? Misal üçün, bax, əlimizdə möhkəm yerə nəsdə düşür də, qab möhkəm səs çıxardır. Uşaq ona başlayır qışqırmağa. Niyə? Çünki o səsə reaksiya verir, qorxur əslində, diskinir. Və yaxud bir uşaq ağlayır, o da ağlayır. Mən möhkəm qışqırıb kimisə çağıramsa, uşaq da ona reaksiya olaraq başlayır ağlamağa. Yəni səsə səs verir. Ay, sağ olun. Sonra, deməli, burada var, nə var? Əşya davamlılığı. Bunu da qısaca qeyd edirəm. Bunlar testdə çox düşmür, əsas məlumatınız olsun. Əşya davamlılığı nədir əziz müəllimlər? Yəni hardasa 7-8 ayına kimi uşağın əlindən oyuncağı nə isə alırsınız, uşaq onun arxasınca boylanmır. Niyə? Çünki elə düşünmür də əslində, çünki təfəkkürəli formalaşmayıb, amma yəni onun zənnincə yox olur əşya. Yəni aldınız oyuncağı, heç görün arxasınca boylanırmı və yaxud da ağlayıb onu istəyirmi? Xeyr. Çünki hələ dərk etmir, anlamır ki, ağlasa onu verəcəklər. Amma yavaş-yavaş hardasa 8 ayından etibarən uşaq anlayır ki, məsələn, əlindən oyuncaq düşür, görür ki, hə, bu burdadır və yaxud başlayır ağlamağa, görür tez anası gəlir, məsələn, yatağının altından çıxardır, verir ona. Artıq uşaq yavaş-yavaş mənimsəməyə başlayır ki, deməli ağlasa, oyuncağı ona qaytaracaqlar. Yəni bu cür əşyanın davamlı olduğunu mənimsəyir. Görürsüz, qışqırır. Hətta testlərdə bunu salırlar çox vaxt məktəb müəllimlərində. Deyir, uşaq mütəmadi olaraq oyuncağı yerə atır. Bunun səbəbi nə olar? Variantda verir ki, valideyni qıcıqlandırmaq, oyuncağı sındırmaq, valideynlə oynamaq, yoxsa əşyanı davamlı olduğunu kəşf etdiyi üçün sevinç, xoşbəxtlik hissi keçirmək. Sonuncu variantdır. Çünki uşaq xoşbəxt olur, sevinir ki, hə, əşyanı kəşf etdi də, davamlıdır. Sonra əşya manipulyativ mərhələ yenə bu mərhələdir. Necə əşya manipulyativ? Şəxsi təcrübəsi üzərindən uşaq toxunur və qavramağa başlayır. Çünki bu uşaqlarda hələ fonetik eşitmə formalaşmayıb. Yəni bunu sizə yenə dərsdə kimi izah edim. Misal üçün, bax, müdavimlərini necə izah edirəm? Deyirəm ki, təsəvvür edin, biz xarici bir ölkəyə getmişik və orada ingilis dilində bilmirik. Biz bilmirik və bizdən ingilis dilində danışmaq istəyirlər. Mən də sözü anlamıram deyə durub üzlərinə baxacam görüm nə deyir. Nə mən onlar anlamıram, nə də onlar məni anlamır. Amma istəyirik ki, birbirimizdən dialoq quraq. Və mən burada necə yavaş-yavaş mənimsəməyə başlayacağam? Misal üçün, həmin an üçün nəyisə toxunacam, o sözü tələffüz edəcək, artıq anlayacağam ki, hə, deməli, bu söz bunu ifadə edir. Bax, eynən uşaqlarda da elədir. Yəni deyəndə ki, qaynarda uşaq qaynar sözünü anlamır. Hələ təcrübəsi qıtdır, məlumatı çox azdır da. Misal üçün, qaynarı nə bilir? Hələ yeni dünya gözəldir. Ona görə sözlərin hələ tam mənasını bilmir deyə durur baxır. Amma ki, yavaş-yavaş gedir, məsələn, əlini yandırır, o an deyirəm ki, sənə dedim axı qaynarda əlini vurma. Artıq anlayır ki, deməli bu xoş hiss olmayan qaynar ifadəsidir. Bax, bu cür şəxsi reflekslərlə, şəxsi təcrübəsində ilkin təsəvvürlərə malik olur. Bu qədər. Yəni əsas bunlardır. Keçək ilkin əməliyə, çünki orada çox terminlərimiz var, onu izah edəcəm. İlkin əməli 2-7 yaşdır. Bugünkü əslində izah etdikcə görəcəksiniz ki, daha çox orta qrupun xüsusiyyətlərini özündə ihtiva edir. Baxmayaraq ki, Piagetə görə 2-7 yaş əhatə edir. Amma bugünkü günü sadaladıqca baxırıq ki, bu özəlliklər daha çox orta qrupda özünü göstərir. Deməli, ilkin əməli mərhələdə nə var? İlkin əməli mərhələdə oyun aparıcıdır. Yenə simvolikdə, sujetli rollu oyunlarda yadınızda saxlayın, vacibdir. Orta qrupa xasdırmı? Bəli. Daha sonra burada animizm terminləri izah edirəm. Animizmdir, sinkretizmdir, artifikalizmdir. Sonra akkomodasiyadır, assimilyasiyadır, egosentrizmdir, konversiyanın formalaşmamasıdır, həddən artıq ümumiləşdirmədir və s. və ilahi. İndi gəlin bu terminləri izah edim, yavaş-yavaş anlayacaqsınız. Bir də ona keçməmişdim. Bax, bu mərhələdə də uşağın təcrübəsi azdır və Piagetin düşüncəsinə görə uşaqlar ilkin əməli mərhələdə bir-birindən oyun zamanı öyrənir. Bax, görürsünüz, oyunun vacibiyyətini burada vurğuladı Piaget. Deyir, uşaqlar bir-birindən nə edirlər? Oyun zamanı öyrənirlər. Yəni, birlikdə oynayırıq, öyrənirik.
Heç kim öyrətmir, amma birlikdə oynaraq da öyrənirik. Daha sonra burada animizm var ki, animizm uşağın canlıların xüsusiyyətlərini cansız obyektlərə yükləməsi və yaxud əksinə cansızların əlamətlərini canlılara yükləməsi. Yəni canlı ilə cansızı ayırd edə bilmir. Nə edir? Normalda diaqnostik tərbiyəçi müəllimlər iştirak edibdir, bilirlər. Orada necə test idi? Deyir ki, iki uşaqdır, qardaşdılar. Qardaşı gəlir görür ki, akvariumda balıq yoxdur və deyir, hardadır mənim balığım? Qardaşı da, o biri qardaşı da deyir ki, ayım acımışdı, ona verdim yesin. Ayısı da oyuncaq aydı. Və deyir, bu hansı mərhələdir? İlkin əməli hansı termindir? Nəyə aiddir? Animizmə. Niyə? Çünki axı onun oyuncaq ayısı acmır. Necə acsın? Canlının xüsusiyyətidir acmaq. Mən aca bilərəm. Oyuncaq necə acsın? Amma uşaq görürsüz, ayırd edə bilmir. Elə düşünür ki, ayısı acır, yorulur, yuxusu gəlir, misal üçün əsəbləşib, sevinir, gülür və s. Görürsüz, canlıların xüsusiyyətini yükləyir canlı, cansız obyektlərə. Yəni canlı ilə cansız ayırd edə bilmirsə, çat bölməsinə baxacam, yazın. Görün nə yazırsınız. Ay, sağ olun. Əslində bunları belə diqqətli olsaq, simvolik oyunlara da aiddirmi? Simvolik oyunda da çünki bu əlamətlər var. Görürsüz, orada uşaq nə edir? Adicə götürür, iynə vurur, gəlinc iynə. Deyir ki, xəstələnibdir. Görürsüz, simvolika aiddir, simvolik oyunla əlaqəlidir. Elə orta qrup. Ay, sağ olun, elə yadınızda saxlayın. Deməli, görürsüz, bax, canlı-cansız ayırd edə bilməmək, canlıların xüsusiyyətlərini cansız obyektlərə, bax, tərifi belədir, cansız obyektlərə yükləmək animizm mərhələsidir. Sonra gəlir sinkretizm. Sinkretizmdə həm məcazi mənalı sözlərin mənasını anlamamaq, yəni ciddi qəbul etmək, bir də ki, misal üçün, bir-birinə əlaqəsi olmayan hadisələri bir-birinə bağlamaq. Bu da yenə təcrübəsinin də biliyində az olmasından qaynaqlanır, düzdür? Yəni, gəlin sizə belə qeyd edim. Nə olsun? Uşaq yemək yediyi zaman işıqlar anidən sönür. Deyir ki, mən yemək yedim deyə işıqlar söndü. Yəni sanki uşaq yemək yeməsəydi, işıqlar sönməyəcəkdi. Və yaxud ən primitiv, mütəmadi hər kəsin nümunə olaraq gətirdiyi, misal üçün, it hürən anda quş uçursa deyir ki, it hürdü deyə quş uçdu. Yəni sanki it hürməsəydi quş uçmazdı. Və yaxud deyir ki, ay çıxdı deyə günəş batdı. Yəni ay çıxmasaydı günəş batmazdı düşüncəsindədir. Görürsüz, yəni əslində bir-birindən tam əlaqəsi olmayan hadisələr bir-birinə bağlayır. Yəni bunu da bir növ həddən artıq ümumiləşdirmə kimi deyə bilərik. Bu oldu sinkretizm. Bir də nədir sinkretizmdə fərqli şəkildə verir. Bu da ki, məcazi mənalı sözlər aid edə bilməmə. Yəni nə deyir? Deyir ki, məsələn deyirəm ki, sənin əllərin qızıldandır. Nəsə bir yaxşı iş görüb. Deyir ki, əlim əldə axı qızıl deyil. Yəni həqiqətən uşağı salbım deyəcəm, müəllim qızıl deyil axı. Və yaxud deyirəm ki, o ürəyim düşdü. Nəsə qorxuram. Deyir müəllim hara düşdü gətirim. Görürsüz məcazi mənada sözləri aid edə bilmir. Bu da oldu sinkretizm. Bir məcazi mənalı sözlərin mənasını aid edə bilmir. Nə yazırsınız çat bölməsinə? Yazın baxıram. Bir də ki, əlaqəsiz hadisələri bir-birinə bağlayırsa, yenə sinkretizmdir. Sonra artifikalizm var. Artifikalizmdə ki, uşaqlar elə düşünür bu uşaqlar ki, dünyada hər bir şey insanlar tərəfindən yaradılıbdır. Bax, nə deyirsiniz deyin, deyəcək ki, insanlar tərəfindən yaradılıb, insanlar tərəfindən qurulubdur. Misal üçün, deyirəm ki, yağış necə yağır? Deyir ki, atom göyə boru çəkibdir. Və yaxud deyirəm ki, günəş necə yuxarıda durur? Deyir, mismardan ora vurublar, ona görə düşmür. Bax, bu oldu, nədir? Artifikalizmdir. Sonra egosentrizm nədir? Egosentrizm eqol deməkdir. Və 2-3 yaşlı böhran dövründə özünü göstərir. Misal üçün, uşaq nə edir? Gəlin belə qeyd edim. Biriniz zəhmət olsa qruplara yazın, hansı qrupda varsınız. Deyin, limit dolubdur deyə daxil olmaq olmur. 100 nəfərdən artıq Zoom qəbul etmir. Mesaj çox yazırlar. Geri dönüş edə bilmirəm. Hə, dediyim kimi, ekran kaydı götürmüşəm, düzdürmü? Hə, dediyimiz kimi egosentrizmdə nədir? Hər bir şeyi özünə bağlamaq, eqoluyam. Bax, təsəvvür edin, mən sizinlə danışıram, 2 dəqiqədən bir mən deyirəm, 2 dəqiqədən mən deyirəm. Ancaq özümdən danışıram, ancaq mən. İndi mən bəzən nümunə gətirəndə özümü ortalığa sərgiləyirəm ki, misal üçün, bu bir də empatiya ilə əlaqəlidir, bu başqa bir şey. Bir də var ki, lovğalanmaq mənasında ancaq mən. Bu egosentrizmin, yəni eqol olduğunun göstəricisidir. Amma 2-3 yaşında uşaqlarda böhranla əlaqəlidir. Misal üçün, uşaq deyir ki, mənim, misal üçün, nə deyim, mən bu cizgi filmi sevirəm, hər biriniz buna baxacaqsınız. Görürsüz, özü istəyir, öz istəklərini əsas tutur. Hər kəs də məcbur edir. Başqaları bəlkə baxmaq istəmir. Və yaxud deyir ki, mənim anam hər kəsin anasından gözəldir, mənim oyuncaqlarım hər kəsin oyuncağından çoxdur və s. Baxırsınız ki, nə edir? Ancaq özünü mərkəzdə tutur. Bax, müəllimə deyir ki, sən ən çox məni çox istəməlisən, anasına deyir, ancaq məni çox istəməlisən, mənim çoxlu dostlarım var, mənim, ancaq mən deyir. Bax, egosentrizm budur. Sonra deməli konversiya anlayışı ilkin əməldə formalaşmır. Baxın, konservasiya anlayışı ilkin əməldə formalaşmır. Nə ilə bunu müşahidə edirik? Uşaqlar
Nə edirlər? Bir də saniyə gözləyin. Hə, uşaqlar bilirsiniz nə edirlər? Bax, elə nə ilə deyək sizə? Bax, misal üçün, ən elementar yenə nümunələrdən biri, qəpiklərdir də, 10 dənə qəpikdir. 10 qəpiklik elə bir 1 manatdır. 10 dənə qəpiyimiz var. Daha doğrusu 20 dənə qəpiyimiz var. 10 dənəsini üstə yığıram, 10 dənəsini səpələyirəm. Deyirəm ki, uşağa hansını istəyirsən? Uşağın gözünə o çox dəyirdi, əslində sayıyla da bərabərdir. Sadəcə biri səliqəli yığılıb, biri səpələnib də çox görünür. Deyirəm hansını istəyirsən? Uşaq deyir onu. Və yaxud da 2 fincandır, biri misal üçün incədir, amma hündürdür, uzundur. Biri də ki, qısadır, amma enlidir. Uşağa deyirəm ki, hansını da su istəyirsən? Uşaq deyir ki, müəllimə, o uzun olanda, hündür olanda. Bunu nə üçün edir? Konservasiya anlayışı uşaqda hələ formalaşmayıb. Və yaxud bax plastilində biri incə olsun, daha doğrusu biri divarını yumarlayırıq, birində uzadırıq. Və uşağa deyirəm hansını istəyirsən, deyir uzun olanı. Yəni elə düşünür ki, ən hündür insan bu da məlumatın azlığındandır, ən böyük, ən yaşlı insandır. Misal üçün ən hündür qab ən çox su tutan və yaxud da ən çox maye tutan qabdır. Misal üçün çox məsafəli olanda, bax misal oyuncaqlarda yan-yana düzürəm, birində belə məsafəli düzürəm. Deyirəm ki, hansı çoxdur? Deyir o çoxdur. Necə ki, məsafəlidir, çox yer tutubdur. Amma halbuki say bərabərdir. Bu da konservasiyanın formalaşmadığının göstəricisidir. Sonra hansı terminlər var idi? Gözləyin, yadıma salın. Həddən artıq ümumiləşdirmə. Uşaqlar həddən artıq ümumiləşdirmə etməyin tək səbəbi odur ki, məlumatı azdır. Baxın, təcrübələrin və məlumatın azlığı uşaqların həddən artıq çox ümumiləşdirmə etməyinə səbəb olur. Bunda ki, akkomodasiya, assimilyasiya ilə gəlin sizə izah edim. Baxın, assimilyasiya odur ki, elə eynən həddən artıq ümumiləşdirmə kimidir. Uşaq nə düşünür? Bax, misal üçün, pişiyi görür, deyir ki, bu nədir? Baxın, ilkin bilikdir, ilk dəfədir. Pişik görür, deyirəm ki, pişikdir. Sonra şir görür, ona da pişik deyir. Pələng görür, ona da pişik deyir. Misal üçün, pişiyə bənzər hər bir şeyi pişik kimi adlandırır. Və yaxud nə görsün deyək, bax, atdır, atı zebra ilə qarışdırır. İynədir, iynəni şpris ilə qarışdırır. Yəni, ayırt edə bilmir. Hələ onun təfəkkürü tam formalaşmayıb ki, anlasın ki, bax, hər birinin əslində özünün funksiyaları var. Hərəsinin öz əlaməti və belə demək, xüsusiyyətləri var, fərqlidirlər. Amma uşaq onu ayırt edə bilmir. Misal üçün, mən ayırt edə bilərəm, bəli. Niyə? Çünki məlumatım da var, təcrübəm də. Amma bilməsəm, bilmədiyim obyektləri gətirib qoysunlar qarşıma, deyim, mango ilə nəyə gətirsinlər? Nəyə gətirsinlər? Mango gətirsinlər. Bir də ki, gətirsinlər. Nə qoysunlar da, görüm onun bənzər nə var. Ya, bu olmasın. Gəlin portağalla greypfrut deyim, çünki onlar çox bənzəyir. Mango ilə nə bənzəyir bir-birinə, elə çox bənzər yoxdur. Amma greypfrutla apelsin bir-birinə, portağal bir-birinə bənzər. Onun ikisini də qoysa uşaq səhv salacaq. Deyəcək, ikisi də portağaldır. Amma görürsüz, niyə etdi bunu? Biliyi yoxdur. Çünki misal yesə, əgər onun dadına baxsa, görər ki, greypfrut daha turşdur və içinin rəngi də daha qızartıldı. Amma portağal elə deyil. Tam turş deyil də, şirin turşdur. Fərqləndirər. İndi biz bunu fərqləndiririk, çünki təcrübəmiz var. Amma məlumatım olmasa, mən də ikisinə də portağal deyirəm. Hələ heç portağalı tanımırsa, ümumiyyətlə heç belə baxaram ki, bu nədir? İndi uşaqda buna görə həddən artıq ümumiləşdirmə edir. Niyə? Çünki təcrübəsi də, məlumatı da azdır. Və yaxud bax, bir uşaq onu incidir, deyir, bütün uşaqlar pisdir. Həddən artıq ümumiləşdirmə etdi. Axı, bütün uşaqlar sənə pislik etmədi. Bir əlamətə görə ümumi nəticə çıxardır. Sonra bax, ilkin əməli mərhələdə uşaqlar ona qədər sayır, geriyə saymağı bacarmır. Hansı ki, bugünkü günü məktəbə hazırlıq qrupunu 5-6 yaşda görürsünüz, uşaq onu da sayır, geriyə də sayır. 10 dairəsində hesablama da edir. Misal üçün 8 də gələk ki, 10, 10 çox 3, 7 və s. Görürsünüz? Deməli, Piagetin bu ilkin əməli mərhələsi daha çox nə ilə gəldi? Daha çox orta qrupun xüsusiyyətləridir. Böyük də ola bilər. Sonra bax, deyir ki, uşaq bərbərə aparırsan və yaxud dırnaqlarını tutursan, qorxur. Bu qorxu hansındadır? Yenə ilkin əməli mərhələdədir. Sonra deməli, düşünürüm ki, görüm, əsas vacib yerləri qeyd edim. Həddən artıq ümumiləşdirməni dedim də, ən yaşlı insan, ən hündür insandır onun düşüncəsinə görə. Bunları da dedim. Əsaslara baxın görəm. Hə, indi assimilyasiyanın, akkomodasiyanı da tez qeyd edim. Baxın, müəllimlər, assimilyasiya odur ki, həddən artıq ümumiləşdirmə. Biraz öncə dedim, uşaq pişiyi görür, sonra şirə də, bəbirə də pişik deyir. Eşidirsinizmi mənim səsim yaxşı gəlir? Bax, bu həddən artıq ümumiləşdirmə assimilyasiya mərhələsidir. Uşaq yeni əldə etdiyi biliyi əvvəlkinlə eyniləşdirir. Yəni, ayırt etmir. Misal üçün, əvvəl pişiyi öyrəndim, pişik artıq cebdədir, var bu. Bir tərəfdə durur, məni gözləyir.
şiri görüm, onu da pişik deyirəm. O şiri əslində ard etmək, fərqli rəfləri düzmək əvəzinə cəhddən bitişdirdim hansından pişiklə. Bax, assimilyasiya budur. Yəni hələ ard edə bilmir. Akkomodasiya isə bu konkret əməli mərhələ ilə artıq əlaqəli olacaq akkomodasiya. Baxın, assimilyasiya sığlar varsa, həddən artıq ümumiləşdirməklə, ilkin əməli ilə əlaqələndirin. Akkomodasiya varsa, bunda konkretlə əlaqələndirin. Niyə? Çünki burada artıq konkretdə uşaq bilir ki, pişik pişikdir, şir şirdir, canavar canavardır, it itdir. Görürsüz, fərqləndirir. Yəni baxmayaraq ki, əvvəl iti öyrəndi, canavar görən üçün bilir ki, bu canavar başqadır, onu başqa rəfə qoydu. Yəni gətirib tez itin yanına qoymadı. Bax, bu oldu akkomodasiya. Sonra adaptasiya var. Adaptasiya nədir? Bax, biz mütəmadi bunun termini olaraq istifadə edirik, məlumatınızda olar. Uyğunlaşmadır. Əslində daxili aləmin xariciyə, xaricində daxili aləmin uyğunlaşmasıdır. Bax, bir mühitə harasa gedirəm, bax, uşaq bağçaya gəlir, görürsüz, deyirik, adaptasiyada çətinlik çəkir, yəni uyğunlaşa bilmir o mühitə, amma ona maraqlı edəndə artıq uyğunlaşır. Və yaxud hər hansı bir məlumat əldə edəndə tez adaptasiya olur və yaxud dərsə, bax, görürsüz, cəlb edirəm. Bax, ekranı açmışam deyə daha çox müəllim qoşulur, adaptasiya edirəm sizləri. Görürsüz, artıq fokuslanırsınız dərsə, adaptasiya olursunuz. Yoxsa ki, maraqsız olsun nə olar? Heç adaptasiya olmazsınız, uyğunlaşmazsınız, elə çıxarsınız ki, çox maraqsızdır. Yəni, bu çox vacibdir. Uyğunlaşmaq adaptasiyadır, yəni xaricinin daxiliyə, daxilində xarici aləmə adaptasiyasından danışdıq. Bu da belə. Sonra görüm nə qaldı. Düşünürəm ki, hər şey dedim. Qaldıq, indi gedək konkret əməliyə. Konkret əməlidə sizə sırf induktivlə deduktivi izah etmək üçün edirəm onu. Çünki ondan elə imtahanda sual düşmür. Baxın, neçə dəfə imtahanda sual düşübdü Piaget'in mərhələlərindən. Bax, bir dəfə deyirdi ki, Piaget'in mərhələlərini tapın, asandır. İlkin əməli, konkret, formal, bir də ki, ən başda sensimator, 4 dənə. Yəni, görürsünüz, demir ki, konkretin xüsusiyyəti nədir, formalın, çünki o sizə aid deyil, o məktəb müəllimlərinə aiddir, amma yenə də qısaca məlumatlı olun. Baxın, konkret əməl 7-11 yaşı əhatə edir. Burada uşaqlar artıq konkret düşünməyə başlayır və artıq beyində hesablama edir. Məsələn, barmaqlarımla hesablayıramsa deyirəm 1, 2, 3 və s. belə sayıram. Bu ilkin əməldir. Çünki uşaq hələ beyində hesablaya bilmir. Hələ beyində hesablama bacarığı formalaşmayıb. Amma beyində hesablayacaq nə zaman? Konkret mərhələdə. Bax, artıq yavaş-yavaş beyində hesablayır. Sonra ən güclü məntiqi təfəkkür, məntiqi tənqidi deyil, formalaşır konkret əməli mərhələdə, ən güclü. Sonra uşaqlar burada induktiv düşünməyə başlayırlar. Induktivi də gəlin tez izah edim. Baxın, induktiv təklərdən cəmə getmək. Bax, təklərdən nəyinsə xüsusiyyətləri, əlamətləri, təklərini, növlərini vurğulayıb sonda onun ümumi versiyasını vurğulayırıqsa bu induktiv düşüncədir. Bax, misal üçün deyirəm ki, nə deyək, gözləyin. Düşünürsə deyək. Bax, deyir tələb yönümlü didaktik prinsipdən. Deyim, tələb yönümlünün adını səhmirəm. Deyirəm, müəllimlər, baxın, dövrlə ayaqlaşmaq, hər kəsin tələbini nəzərə almaq, yenilikçi olmaq, öz peşənlə bağlı hər bir şeyi bilmək, özünü inkişaf elətdirmək, bax, sadalayıram xüsusiyyətləri. Bunlar nəyə aiddir? Deyirsiniz ki, müəllimə, tələb yönümlü didaktik prinsipə hansı mühakimədən istifadə etdik? İnduktiv. İnduktiv odur ki, bax, təhləri, növlərini və yaxud, bax, bunu da tez-tez istifadə edirəm. Gözümə nə istəyirdi. Deməli, deyirəm ki, insanları müalicə eləyir, xalat geyinir, misal üçün insanları sağaldır və s. və ilahi də indi əlamətlərini kimə aiddir? Deyir ki, həkim. Yəni, bir növ tapmaca kimi də, tapmaca induktiv xarakterdədir. Bax, deyirəm ki, qar yağır, havalar soyur, misal üçün yeni ili qeyd edirik, uşaqlar deyir qışda. Görürsünüz, mən təhləri, xüsusiyyətləri ilk öncə birinci sadalanır təhlər, sonda ümumi vurğulanırsa, bir növ tapmaca kimi, bir növ mən sizə sual cavab edəndə, misal üçün daha çox hansı tipdə edirəm, qapalı ki, yavaş-yavaş adaptasiya olasınız. Qapalıda nədir? Mən sadalayıram təhləri, siz ümumini vurğulayırsınız. Misal üçün deyirəm, bu nəyə aiddir? Deyirsiniz ki, buna aiddir. Hansı mühakimə növündən oldu? İnduktiv. İnduktivdə təhlər sadalanır, sonra və yaxud nə ola bilər? Yox, bu olmayacaq. Bu deduktiv olacaq. Deyərdim, mən sizə nəsə bir sual verirəm, siz əlamətlərini sadalarsınız, bu fərqli, bu deduktivdir. İnduktivdə ancaq xüsusiyyətlər, təhlər. Misal üçün, deyirsiniz ki, müəllimə, mən nərgiz gülünü çox sevirəm, mən qızıl gülünü də çox sevirəm, misal tülpanı da çox sevirəm, mən ümumiyyətlə belə baxıram ki, bütün gülləri çox sevirəm. Bu hansı mühakimə oldu? İnduktiv. Çünki görürsünüz, birinci təhləri sadaladınız, növlərini və yaxud deyirəm ki, nə deyək? Belə deyək. Deyirəm ki, yaradıcılıq, sonra tənqidi təfəkkür, sonra problemli vəziyyət, qərar qəbul etmə, bir də müstəqil öyrənmə. Bunlar hansı səriştəyə aiddir? Deyirsiniz, müəllimə, təfəkkürlə bağlı səriştə. Görürsünüz, təfəkkür ümumi bir qrupdur, yəni təsnifatıdır da səriştənin. Amma bu sadaladığımız onun növləridir. Görürsünüz, təhləri birinci sadaladım, sonda ümumiləşdirdik. Bu induktivdir. Asanlıqla inanıram ki, tapacaqsınız. Sonra deməli,
Nəyə diqqət yetirək? Bəzən bizdə bilirsiniz necə başlayır? Məsələn, təklə başlayır, sonra cəmlə, sonra yenə təkə qayıdır. Ona diqqət yetirin. Bəzən aldadıcı olur test. Yeni məsələn, oxuyursunuz sanki deduktivdə, diqqətli baxanda görürsünüz yox, induktivin əlamətləridir. Bu oldu bizim konkret əməli. Bax, burada bir akkomodasiya var. Uşaq artıq fərqləndirir. Hər bir şeyi fərqli rəflərə düzür, artıq qatmır və beyində hesablamaya başlayır, məntiqi təfəkkür formalaşır, bir də induktiv düşünməyə başlayır. Sonra gəldik formal əməlliyə. Neçə dəqiqəmiz qalıb? 4 dəqiqə. İkinci link göndərəcəm. Deməli, baxın müəllimlər, formal əməldə 11-18 yaş əhatə edir. Formal əməldə artıq uşaqlar tənqidi təfəkkür, yəni tənqidi təfəkkürləri daha da formalaşır. Abstrakt və hipotetik düşünməyə başlayırlar. Xəyali məcazi, yəni məcazi mənada mücərrəd düşünməyə başlayırlar. Harda? Formal əməl mərhələdə. Sonra provokativ suallara cavab verirlər. Misal üçün, öz fikirlərini əsaslandırırlar. Müzakirə zamanı fakt, dəlil, sübutla danışırlar. Görürsünüz, o tənqidi təfəkkür tələb edir də, tənqid etmək, münasibət bildirmək. Sonra deduktiv düşüncə burada formalaşır. Deduktivdəki induktivin tam əksidir. Bir növ tapmaca əgər induktiv idisə, klasterdə deduktivdir və yaxud söz assosiasiyası deduktiv xarakterdir. Məlumatınız varsa asanlıqla biləcəksiniz. Misal üçün, deyir, sarı rəng göstərin, başlarsınız ondan ağlınıza gələn, yəni nə xatırladırsa onu sadalayırsınız sarı ilə bağlı. Olarmı? Olar. Sarı rəngdir də, sarı ümumidir. Onunla bağlı biz sadalayırıq ki, məsələn, limon, papatya, sonra günəş, nə istəyirsiniz əlamətlərini, yəni ona aid dərc sayırıq. Və yaxud klasterdə nə deyirəm? Deyirəm ki, qışla bağlı nə bilirsiniz? Siz də başlayırsınız qışın əlamətlərini saymağa. Məsələn, deyirəm, fərdi iş forması deyəndə nəyi nəzərdə tuturuq? Başlayırsınız onun xüsusiyyətlərini saymağa. Və yaxud deyirəm ki, kitablar çox maraqlıdır. Hansı kitabları bilirsiniz? Başlayırsınız bir neçə nümunə gətirməyə. Nümunə gətirirsinizsə, bax, təklər xüsusiləri, nümunələr gətirirsinizsə, bu deduktiv, sonda gətirirsiniz. Bax, başda mən sual verirəm və yaxud başda bir sizə, belə deyim, təklif var. Nəsə bir təklif olunur və onun əsasında siz başlayırsınız fikir yürütməyə. Baxın, birinci deyirəm ki, fərdi iş forması təklif etdim də, sizə soruşuram. Siz də başlayırsınız xüsusiyyətli sadalamağa. Deyirəm ki, son dəfə hansı kitablardan oxuyubsunuz, hansı kitablar haqqında məlumatınız var? Kitab ümumi anlayışdır. Bura hər cür kitablar daxildir. Siz də deyirsiniz, bu. Görürsünüz, nə oldu? Nümunə gətirdiniz də mənə. Oldu deduktiv düşüncə. Və yaxud nə olsun burada? Düşünək. Və yaxud deyirəm ki, bax, səriştələr indi də başlayırsınız sonda. Yəni, sonda təkləri sadalayırıqsa, sonda xüsusiyyətləri sadalanırsa, bu deduktivdir. Yox, əvvəldə xüsusiyyət tək və nümunələr gətirilirsə, bu induktivdir. Testdən daha yaxşı tapacaqsınız. Çox çünki vaxt itirməyək. Məncə bildiniz. Assimilyasiya mənimsəmədir. Mənimsədiyi yeni fərqləndirə bilmir. Uyğunlaşdırma, akkomodasiya. Uşaq artıq hər birini ayrı vəziyyətdir. Hər şeyi dedim burada. Deyim, mən sizə Piaget'ini qeyd etdim. Vygotsky'dən nə deyək? Vygotsky'nin gəlin nə vaxt qeyd edim. Bir də dərs təşkil edirəm, elə ətraflı danışıram ki, çox vaxt itirməyək, testlərə vaxtımız qalsın. Bircə yadınızda saxlayın ki, Vygotsky ilə Piaget'in fikri bir-birinə tam ziddir, tamamilə ziddir. Bircə ortaq xüsusiyyətləri var, hər ikisi də deyir ki, oyun zamanı uşaq inkişaf olunur. Baxın, nitqin də, sosial əlaqənin də, mühitin deməyim, sosiallığın da, əməkdaşlığın da yeri minimaldır Piaget nəzəriyyəsində, maksimumdur Vygotsky'də. Vygotsky deyir, uşağa öyrət ki, onu sabah edə bilsin. Piaget deyir, öyrətmə, qoy özü axtarıb tapsın. Baxın, Piaget deyir, öyrətmə, özü axtarıb tapacaq. Vygotsky deyir, amma yox. Nə etməlisən? Öyrətməlisən ki, sabah uşaq onu özü bacara bilsin. Bir də ki, ekran qayda edirəm, gözləyin. Bilmirəm, niyə Zoom-da mən kompüterdə olmur, rəqəmləri göstərmir, nə mesajları göstərmir, nə rəqəmləri. Çox eyb, o cürə xoş sözlər yazırsınız. Deməli, nəyi bildik? Dediyim kimi, baxın, uşaqlar nə edirlər? Əgər ki, müstəqil özü öyrənirsə, müstəqil öyrənmə. Baxın, müstəqil öyrənmə səriştəsi də Piagetə aiddir. Yox, əgər bu gün mən öyrədirəm ki, sabah onu müstəqil etsin, bu Vygotsky'dir. Vygotsky'də zonalardır, Piagetdə mərhələlərdir. Birinci zehni inkişaf Piagetdədir, sonra öyrənmə baş verir. Vygotsky isə deyir, bu gün uşaq öyrənir, sonra zehni inkişaf formalaşır. Birinci öyrənmə, sonra zehin Vygotsky'də, birinci zehin, sonra öyrənmə Piagetdə. Vygotsky'nin daha ətraflı. Uşaq oyuncağı digər uşağın əlindən alır və ağlayır. Müəllim necə davranmalıdır? Bəli. Görün, qırılır. Bəli. Yaxşıdır müəllim. Qırılır. Əla. Nəzrin müəllimə, başlayaq o zaman. Baxın, zəhmət olmasa birinci testdə. Bəli, müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir.
Bəli, burada deyir ki, uşaq oyuncağı digər uşağın əlindən alır və ağlayır. Müəllim necə davranmalıdır? Burada A bəndində deyir cəzalandırmalıdır. Qətiyyən cəza olmaz. Biz bilirik ki, cəza uşaq yəni bağça dövründə heç bir cür yəni ola bilməz. Ən son variant olaraq ədalətli cəza ola bilər. Amma yenə də bu variantı götürə bilmərik. Uşağı Aha. dərhal oyuncağı dərhal digər uşağa qaytarmalıdır. Xeyr. Məsələn, burada götürən uşağa da onun necə deyim, düzgün şəkildə onun əlinə almalıdır. Yəni belə kobud şəkildə uşağın əlindən dartıb oyuncağı alıb digər uşağa vermək çox belə pis bir vəziyyət yaradar. Ona görə də bu variant da olmaz. Hər iki uşağı dinləyib paylaşmaq üçün qayda müəyyən etməlidir. Bəli. Deyir uşağı otaqdan, xeyr, uşağı otaqdan çıxartmaq olmaz. Bu uşağı travmalaya bilər. Qətiyyən belə bir cəza da verə bilmərik. Burada C variantıdır müəllimə. Hər iki uşağı dinləyib, məsələn, oyuncağı alan uşağı dinləmək üçün nə üçün aldı? Yəni anidən yoldaşının oyuncağı nə üçün aldı? Və ya da digər uşağı da dinləyib onlara üçün müəyyən bir qayda tətbiq etmək ki, artıq bir-birinə paylaşmağın, dostluğun, yəni uşaqlar daha yaxşı düzgün şəkildə əməl etsinlər. Əla. Düzdür. Deməli, birinci test yaxşı. Sonra ikinci test baxın zəhmət olmasa. Bəli, müəllim uşağın aqressiv davranışına reaksiya verərkən ilk növbədə nə etməlidir? Burada uşaq Etməli. aqressivdir. Müəllimin davranışına biz fikir veririk. Demək, adı deyir ki, uşağı dərsdən uzaqlaşdırmaq. Xeyr, bu qətiyyən olmaz. Uşağı dərsdən uzaqlaşdırmaq olmaz. Bu uşaq haqqıdır ki, dərsdə, yəni təlimdə iştirak etsin. Öz emosiyalarını idarə etmək, uşağı danlamaq. Xeyr, danlaq olmaz. Burada beyni götürmək istəyirəm, digər variantlara baxmaq istəyirəm. Valideynə şikayət etmək. Xeyr, biz valideynə uşağa desək ki, sizin uşağınız tərbiyəsizdir, məsələn, aqressivdir və yaxud da valideyn deyər ki, bu necə davranışdır da müəllim mənlə danışır. Bu qətiyyən olmaz. Biz valideynlə empatiya qurmalıyıq. Ona görə də qətiyyən olmaz. Uşağı danlamaq. Danlaq bilirik ki, elə sanki cəza kimi bir şeydir uşağa. Danlaqdır, töhmətdir, onu təhqir etmək və yaxud da tənqid olmaz bu. Uşağı səhvin normal şəkildə başa salmaq lazım. Və yaxud da aqressiv davranırsa, onu normal şəkildə o vəziyyətdən çıxarmalıyıq. Burada bəli, öz emosiyalarımızı idarə etməliyik. Səbirli, təmkinli davranaraq uşaqdan aqressiyasının səbəbini soruşa bilərik. Və düzgün Deməli, öz yola. emosiyalarımızı da idarə etməliyik. Həmçinin uşaqda da sosial-emosional inkişaf sahəsini formalaşdırsaq, uşaq aqressiv davranır, düzdür? Uşaq mı aqressiv davranır? Deməli, deyir, müəllim uşağın aqressiv davranışına aiz olun. Uşağın da öz emosiyalarını idarə etməyi öyrətməliyik. Yəni deməli uşaq əgər bu cür davranırsa, müəllim onu sosial-emosional inkişaf sahəsi üzrə inkişaf elətdirməlidir, düzdür? Çünki uşaq özünü idarə edə bilmir. Aiz olun. Ona görə B variantı doğru yanaşır. Həm müəllim öz emosiyalarını idarə etməlidir, həm də uşaqda bax bu istiqamətdə inkişaf aparmalıdır, həyata keçirməlidir. Çox sağ olun. Gəlin bir dənə də tez inkluziv təhsildən sual verim. Dayanın. Deyirsən, müəllim. İşarəsini qaldır. İnklüziv təhsil dedikdə nəyi nəzərdə tuturuq? Yəni ən böyük mahiyyəti nədir? İnklüziv təhsil, düzdür, uşaq yönümlü daha böyük bir anlayışdır, amma inklüziv də sanki onun içində bir anlayışdır. Yəni inklüziv təhsil odur ki, uşaqların maddi təminatından, potensialından, qabiliyyətindən, sağlamlığından asılı olmayaraq hər bir uşağın təhsil alma hüququnu təmin etməkdir. Yəni biz uşaqların təhsil alma hüququnu təmin etməliyik. Uşağa deyə bilmək ki, məsələn, bunun eşitməsi zəifdir və yaxud da görməsi və yaxud da bu imkanlı ailədir, bu biraz kasıb ailədir və yaxud da bu uşaq daha aktivdir, daha belə tez qavrayır, bu zəifdir deyə bilmərik. Yəni hər bir uşağı təhsillə, tərbiyəsinə təmin etməliyik. Hansı etik prinsipə riayət etməliyik? Burada qərəzsizlik biz riayət etməliyik. Müəllim qərəzli olmamalıdır. Yəni uşaqlar arasında fərq qoymamalıdır. Bərabər imkanları təmin etməlidir hər zaman. Eyni zamanda vicdanlı ola bilər. Əslində hər birini həyata keçirir öz yerində. Amma misal üçün inkluziv təhsil məqsədi bir qərəzsiz ol, vicdanlı ol. Düzdür? Bəli, düz deyirsən. Həm vicdanlı, həm də qərəzsizlik. Ayson, bərabər imkanları təmin et hər bir uşaq üçün. Bəs bərabər imkanları təmin etmək, bu o deməkdir ki, yəni hər bir uşağa eyni yanaşmaq, yoxsa ki, eyni imkanı yaradaraq fərqli yanaşmaq, fərqli metodlardan, fərqli Bəli, müəllimə, sözünü kəsirəm. Yəni burada əslində differensial təlimdə nəzərdə almalıyıq. Məsələn, deyək ki, uşaqlara 5 dairəsində sayma öyrədirik, məsəl üçün də, məsələn, belə bir şey öyrədirik, bu mövzudur. Məsələn, uşağın biri çətin çalışma üzərində işləyə bilir, biri asan. Biz uşaqların ikisini də çətin versək, o asan öyrənmək, yəni ona məsələn nisbətən zəif uşaq, onu öyrənə bilməyəcək. Ona daha anlaq səviyyəsinə uyğun çalışma verməliyik. Burada əslində bərabər imkanlar yaradırıq, amma differensiallığı da qoruyuruq ki, uşaqlar eyni təlim nəticəsini əldə etsin, amma fərqli yollarla, yəni. Ay sağ olun. Düzdür. Çox sağ olun. Sağ olun. Demək, Əhmədova Flora.
Üçüncü suala baxın zəhmət olmasa. Bəli, müəllimə. İnklüziv Yaxşı. təhsildə uşaqların problemli davranışlarına sakit yanaşma nə üçün vacibdir? Burada cavab müəllimə vəziyyəti idarə etmək və uşağı anlamaq imkanı verir. Müəllim vəziyyəti B idarə edir, variantı. uşağı anlamağa imkan yaradır. Düzdür? Sakit yanaşma. Bəli. Bəs Bəli. niyə müəllimin nüfuzunu qorumağı götürürük? Niyə uşağın qorunmasını təmin edirik? Niyə dərsin dayandırılmasına səbəb oluruq götürürük? İzah edə bilərsiniz? Yəni burada biz uşağı nəzərə almalıyıq da. Özümüzü yox. Məsələn, müəllimin nüfuzunu qoruyur, özümüzü düşünmürük. Vəziyyətə sakit yanaşmalıyıq, uşağı anlamağa çalışmalıyıq. Düzdür. Belə müəllim. Yəni əsas sakit yanaşaraq müəllim həm vəziyyəti idarə edir, həm də ki uşağı anlamaq imkanı əldə edir. Belə qeyd edim də. Məsələn, mən impulsiv, emosiyalı davransam sakit deyil. İmpulsiv, ümumiyyətlə emosional yanaşma yadınızda saxlayın. İmpulsiv yanaşmadır. Həmin an nə hiss edirəmsə elə də davranıram. Amma müəllim elə davranmalı deyil axı. Yəni hisslərinlə hərəkət etməli deyil. Düzdür, mən əlbəttə ki, emosional deyil, empatiya quran, həssas bir insan olmalıyam. Burada da hisslərdir. Amma emosional odur ki, məsəl üçün siz məni əsəbləşdirdiniz, mən həmin an nə düşünürəm, onu da sizə deyirəm. Uşaq mənim məsəl üçün qane etmədi, nəticəsi başlarım elə sırf destruktiv yanaşaraq mənfini vurğulamağa. Burada da olmaz. Biz çalışmalıyıq ki, uşağı anlayaq. Sual verim ki, niyə belə edirsən? Yəni bunun səbəbi nədir? Sən bu gün nə narahat etdi ki, sən bu cür davrandın və uşaqdan səbəbini öyrəndikdən sonra artıq onu həll edə bilərik. Bu hər zaman müsahibə suallarına da aiddir. Müsahibədə də ilə belə davranırsınız. Sonra baxın 4-ə. Uşaq qrupda təlimdə iştirak etmir və susur. Müəllim nə etməlidir? Bunun səbəbini sakit şəkildə öyrənməli və kiçik tapşırıqla motivasiya etməlidir. B variantı müəllim. O birislər də təhlil edin də. Belə variantlar tam mən də verərdim. O birislər də təhlil edin. Yəni Niyə? uşaq susursa mən onu məcbur etməlidir. Bu heç cürə düz deyil. Yəni uşağı məcbur eləmək olmaz. Uşaq yönümlülük prinsipini pozuruq, elə inklüzivliyi də pozuruq burada. Yəni uşağa bərabər yanaşmalıyıq. Heç kim məcbur heç nə eləmək olmaz. Burada bunu qeyd edin. Müqayisə etmək heç cür düz deyil. Uşağı başqa uşaqlarla müqayisə etmək heç cür olmaz. Görməməzlikdən də gəlmək olmaz. Görməməzlik etmək o deməkdir ki, yəni sən uşaqları necə deyim belə diqqətə almırsan deməkdir. O da düz deyil. Sadəcə səbəbini öyrənmək lazımdır ki, uşaq niyə iştirak eləmir? Bəlkə kimdənsə qorxur, bəlkə də çəkindiyi nəsə var. Ola bilər ki, hansısa bir uşaq ona nəsə təzyiq göstərir, ondan qorxur, ona görə cavab vermir və yaxud evdə nəsə problem var. O belə ola bilər. Olar. Yaxşı. İndi deyə bilərsiniz, burada müəllim necə yanaşır uşaqlara? Deyir, səbəbini sakit şəkildə öyrənməli və kiçik tapşırıqlarla motivasiya etməlidir. Burada necə yanaşır müəllim uşaqlara? Müəllimə, sakit şəkildə öyrənməli dedikdə ki, uşağa ən çox, məsələn, şəxsən mən özüm başını sığallayırsan, soruşursan ki, sən niyə mahnını oxumursan və yaxud sən niyə şəkili çəkmirsən? O deyə bilər ki, məsəl üçün, mənim karandaşım yoxdur. Yəni, məndə, məsələn, qırmızı rəng yoxdur. Necə yanaşdı? Bunu deyə bilər. Xəttimə fikir verməyin. Xəttim o qədər gözəldir ki. Nə yazdım bura? Necə yanaşır müəllim? Nə qurur? Onun yerinə özünə qoyma. Empatiya hissi ilə. Empatiya, bir də ki, diferensial tapşırıqlarla motivasiya edir. Tapşırıqlar, onun uşağın özünə uyğun tapşırıqlar vermək. Bir də o uşağın səbəbi araşdırıb, həmin səbəbi yerinə yetirmək. Bəlkə ola bilər ki, deyir ki, filan kəs mənə kağızımı cırdı, kağızım əzildi, kağızın əzilməyindən xoşu gəlmir deyin, ona görə də şəkli çəkmir. Belə də ola bilər. Bunları araşdırıb sonra. Olar. Çox sağ olun. Bir də ki, siz mənə bir sual cavab verin. Baxın, inklüziv təhsil sim uşaqlara nə qazandırır? İnklüziv təhsil sim uşaqlarına cəmiyyətə uyğunlaşdırma qazandırır. Sonra özlərini cəmiyyətdən kənar saymırlar. Gələcəkdə onların işlə təmin olunmasına da şərait yaradır. Yəni, necə deyim, öz problemlərindən demək olar ki, yayınırlar da. Yəni, başa düşürlər ki,
İzah eləyə bilmədim mən. İzah edə bilərsiniz. Mən sizə inanırım. Yəni, Edin görək. qüsur insanın deyir o e, bədənində deyil, ağlında olmalı deyil də. Yəni Aha. qüsurlarını görməmə, öz qüsurlarını Yəni sənin görməməklikdən baxış gəlir. açındadır. Əslində qüsurlar Bəli. sənin baxış açındadır. Sən dünyaya necə baxırsansa, əgər qüsurlu baxırsansa, hər bir şeyi qüsurlu görəcəksən. Hər bir şeyi Görəcəksən, məhdud görəcəksən, hər bir şeyi pis görəcəksən. Yox, əgər ki, sən müsbət yönlü. Yəni misal üçün mən sizə yanaşıram, mən sizdən heç bir qəsdi qərəzim yoxdur və sizə belə qeyd edim. Məqsədim sizlə dostlaşmaqdır. Mən ilk sizə yaxınlaşanda əlbəttə sizdə yaxşı xüsusiyyətlər görməyə çalışacağam. Yoxsa ki, mən sizə düşmən kəsilirəmsə, məqsədim sizlə düşmənçilik etməkdirsə, nə qədər siz huri mələk olursunuz olun, mən ancaq sizi nədir, pis bir şeytan cildində görəcəm İraq sizlərdən, düzdür? Ona görə baxış çox lazımdır, yanaşma çox var. Burada da baxın dedik ki, inklüziv təhsil nə qazandırır uşaqlara, nə qazandırır? Ən əsası təhsil alma hüququ. Çünki hər bir uşağın təbii haqqıdır. Eyni zamanda uşağın özünə inamı da artırmı? Çünki görür ki, insanlar Bəli, onu digərlərindən seçmir. Yəni qərəzli, fərqli yanaşmır. Özünə inamı artırır da, düzdür? bəli, həm Cəmiyyət də münasibət qurur, əməkdaşlıq yaranır cəmiyyət uşaqlarda. adaptasiya olur Başqa. mu uşaq? Bəli, cəmiyyət adaptasiya olur. Sağ olun. Cəmiyyətə Bəli. uyğunlaş. Məsələn, əvvəl Hı -hı. hansı mərhələ idi ki, uşaqlar orada ümumiyyətlə təcrid olunmuşdu, həm cəmiyyətdən, həm təhsildən? Diskriminasiya. Sağ olun. Amma burada Diskriminasiya. görürsünüz yoxdur. Burada deyir ki, uşağı cəmiyyətə adaptasiya et. Bir də ki, məsəl üçün uşaq öz xırda ehtiyaclarını da qarşılamağı öyrənirmi? Çünki təlim veririk, öyrədirik uşağı. Məşğul oluruq Bəli. ondan. Çox sağ olun. Çox sağ olun. Kim idi? Kim idi növbədə? Yer doldu deyə baxa bilmirəm kimdir. Baxın. Deməli, Nəzrin müəllimə sual cavab etdim. Nabat müəllimə. Baxın, 15-ci suala. Axşamınız xeyir müəllim. Vaxtınız xeyir. Müsbət möhkəmləndirmə nə deməkdir? Müsbət möhkəmləndirmə mənfi davranışa cəza vermək, xeyr. Mənfi davranışa cəza vermək qətiyyən olmaz. Mənfi davranış olsa belə cəza vermək olmaz. Uşağın səhvini göstərmək, xeyr, uşağın səhvini də göstərmək olmaz. Uşağın səhvinə adətən, yəni yumşaldılmış formada demək lazımdır. Uşağa ən çox konstruktiv rəydən istifadə etməliyik. Adətən səhvini göstərmək, mənfi davranışı demək bir destruktiv rəydir. Bu da uşağı müsbətə kökləmir. Sonra uşağın yaxşı davranışını tərifləmək və təşviq etmək, bu olar. Davranışa D variantı davranışı yox saymaq. Davranışı yox saymaq uşağı tamamilə ruhdan salar. Ona görə də bunlar yanlış variantdır. Doğru variant C variantıdır. Uşağı daim tərifləmək, ruhlandırmaq lazımdır. Onu müsbətə kökləmək lazımdır ki, onda özgüvən, uşaqda özgüvən formalaşsın, özünə inam formalaşsın, çətinliyin öhdəsindən gəlmək formalaşsın. Özgüvən, inam formalaşırsa, çətinliyin öhdəsindən də təbii ki, uşaq gələr. Sağ olun. Çat bölməsinə yazın, baxıram. Deməli, uşağın yaxşı davranışını tərifləmək və təşviq etmək, bəli, əslində yəni əks əlaqə qurmaq, rəy vermək, istiqamətləndirmək, xırda uğurlarını, nailiyyətlərini qiymətləndirmək ki, uşağın özünə inamı artsın. Bəli, davranışı yox saymaq. Yəni mən görməzdən görürəm ki, uşaq misal üçün mənfi bir davranış sərgilər, mən də onu görməzdən gəlirəm. Bu uşaq düzələrmi? Elə düşünəcək ki, bu normal bir şeydir və hər bir yerdə tətbiq edəcək. Bu bizə də minusdur, həm də uşağa da mənfidir. Uşaqda pis davranış formalaşır. Ona görə qətiyyən olmaz. 6-ya baxın. Uşaq tez-tez digər uşaqlarla mübahisə edir. Müəllim ilk olaraq nə etməlidir? Davranışı müşahidə edib səbəbini müəyyən etməlidir. Tez-tez uşaq digər uşaqla mübahisə eləməlidirsə, müəllim bu davranışı müşahidə etməlidir və onun səbəbini də müəyyən etməlidir. Əgər uşaq mübahisə eləyirsə, müəllim daim araşdırma aparmalıdır ki, uşaq nəyə görə də, nəyin üstündə mübahisə yaranır? Oyuncağın üstündə, yoxsa münasibətlərin üstündə. Sonra uşağı qrupdan kənarlaşdırmalıdır. Qətiyyən bu ola bilməz. Uşaq nə qədər aqressiv uşaq olsa belə biz onu qrupdan kənarlaşdırmalı deyilik. Uşağı daim adaptasiya etməyə yönləndirməliyik. Sonra
valideynlə mübahisə etməlidir. Bu da qətiyyən ola bilməz. Valideynlə mübahisə etsək belə bu bezdirə, yəni müəllimə qarşı valideyn aqressiyası artar ki, nə oldu elə müəllim hər dəfə mənim uşağımdan bir dəfə müsbətini demir də, hər dəfə ondan mənfi deyir. Artıq bu valideyn özü bezir və valideyn müəllimdə belə nöqsan axtarmağa çalışar. Sonra cəza tətbiq etməlidir. Qətiyyən müəllim uşağa cəza tətbiq eləməməlidir. Əgər qaydalar pozularsa, ədalətli cəzalardan istifadə etməlidir. Ona görə də burada doğru variant elə A variantıdır. Çox gözəl, çox mükəmməl. Yaxşı. Navat müəllimə, bir də siz mənə deyin, bizim neçə cür modelimiz var inklüziv təhsildə? Hansı modellər var yanaşma? Bizim iki cür model var. Tibbi model, bir də sosial model. Tibbi model, danışın mənim bunlar haqqında. Danışın. Tibbi model, bir də sosial model. Tibbi model odur ki, tibbi modeldə cəmiyyət dəyişməz qalır, uşağa damğa vurulur. Amma sosial modeldə odur ki, sosial modeldə uşaq sosiallaşır, uşağa cəmiyyətə inteqrasiya olunur, uşağa bərabər hüquqlu şəxs kimi baxılır, onun nöqsanları, qüsurları onun üzünə damğa kimi vurulmur. Ancaq tibbi modeldə isə bunun əksinədir. Məsələn, tibbi modeldə uşağı nöqsanları üzə vurulur. Tutaq ki, onun qrupa adaptasiya edə bilmir müəllim. Bu tibbi modelin xüsusiyyətidir. Yəni cəmiyyətə inteqrasiya edə bilmirik uşağı da tibbi modeldə. Uşağı cəmiyyətə inteqrasiya edə bilmirik. Ancaq sosial modeldə sosiallaşdırırıq, uyğunlaşdırırıq, onu cəmiyyətə inteqrasiyasına yol açmış oluruq biz. Çox sağ olun. Çox sağ olun. İradə müəllimə. Baxın 7-ci testdə. Görüm neçə testlərimiz çoxdur sanki. Bircə saniyə zəhmət olsa neçə testimiz var. Son vaxtımız çox. Ona görə ancaq test işləyin. Test işləyin, vaxtınız olsa sonucu azar. 7-yə baxın zəhmət olsa İradə müəllimə. Problemli vəziyyətdə, problemli vəziyyətdə müəllim uşağa sən niyə belə etdin deməsi əvəzinə daha doğru sual hansıdır? Sən niyə belə etdin? Yəni mən məsələn sən niyə belə etdin deməyə əvəzinə hansı sözü desəm uyğun olar? Məsələn deyirəm ki, sən niyə belə etmisən? Amma bu cümləni işlətmək istəmirəm də, bu mənfidir və yaxud doğru deyil. İndi istəyirəm ki, daha belə uyğun bir cümlə quram. Hansı doğru olacaq? Oxuyun görək. Bu davranışını kimdən öyrəndin? Sual adda qalsın. Heç utanmırsan, özünü niyə belə aparırsan? Bunu çıxaq. Bu heç uyğun gəlmir. Belə demək olmaz. Sənə kim dedi? Bir saniyə. Ya, zəhmət olmasa. Sənə buna kim dedi belə et, bunu et. Bu da heç bunda çıxaq. Niyə qaydanı pozdun? Bunda olmaz. Sən indi nə hiss edirsən? Sən indi nə hiss edirsən? Sən niyə belə edirsən? Bunu Y variantı daha uyğun gəldi. Bir də B variantı. Yox, bu vanda yox. Bunu çıxdıq. Bu davranış kimdən öyrəndin? Sənə kim dedi bunu et? Sana kim dedi bunu et? Yox, bunu da çıxaq. Buna heç olmaz. Bu variantı da çıxaq müəllimə. Niyə qaydanı pozdun? Qaydanı pozdun. Bunu da götürmək olar. Olarmı ki? Bilmirəm. Kimdir bu PDF-i yazan? Kimdir yazır? Oxuya bilməyəcəksə sonra. Müəllimə, elə Y variantı. Sən indi nə hiss edirsən? Nə hiss edirsən? Nə hiss edirsən? Bu variantı. Misal üçün, sən niyə belə etdin əvəzinə, sən indi nə hiss edirsən? Uşaq hisslərini bölünür. Və misal üçün, mənfi davranış sərgiləyir, nə isə qırır. Mən yaxınlaşıb deyirəm, sən indi nə hiss edirsən? Misal üçün, bu niyə belə etdindən elə əvəzləmək olar. Və yaxud, bunu etməkdə səbəb nədir? Səni buna sövq edən nə oldu? Nə üçün vadar edən nə oldu sən bu addım attın? İndi bunu sadə dillə ki, uşaq anlasın. Bunu soruşursan səbəbini ki, səbəbini öyrəndikdən sonra səbəbini öyrəndikdən sonra artıq həll yolları mümkündür. Yoxsa ki, kör-körani necə biz ona dəstək ola bilərik? Oxuyun zəhmət olmasa 8-i. Diferensial yanaşma nə deməkdir? Uşaqlara eyni tapşırıq vermək, xeyr. Uşaqlara cəzaya görə fərqləndirmək, xeyr. Uşağın fərdi xüsusiyyətlərinə uyğun tapşırıq və yanaşma seçmək. Bu da müəllimə. C variantı.
Ay, sağ olun. Mənim şəxsimə o qədər xoş sözlər yazırsınız. Baxın, gülüm, mesajlarınıza baxıram, cavab verəcəm sonra. Chat bölməsində də yaza bilərsiniz. Çox sağ olun, var olasınız. Təkcə cavab verə bilmirəm. Aha, 8-də də dedik C variantıdır, düzdür. Niyə digərlərini götürmədiyim? Misal üçün, uşaqlara eyni tapşırığı vermək, diferensial yanaşma sayıla bilərmi ki, eyni sözü, ümumi Yox, sözü, eyni daha olmaz sonra olmaz. ay sonunda Uşaqlara eyni cəzaya ümumi görə söz. bu da Misal deyil. olmaz. Bu da olmaz. Cəzaya görə fərqlənmə Ay qətiyyən sağ olun. olmaz. Hə. Yalnız sözü Yalnız varsa zəif ümumiyyətlə səhvdir. Yalnız sözü varsa. yalnız Düzdür? cəza. Yadınızda qalsın. Test oxuyanda yalnız sözünü görəndə düzdür, diqqətli olun. Bəzən sizi aldadar, yalnız da elə verər ki, doğru çıxar. Amma 99% hallarda yalnız söz olanda səhv. Paylaşmışam Telegram kanalında hansı sözlər olanda diqqətli olun. O variant səhv olma ehtimalı çoxdur. Bir də eyni söz olmaz diferensialda. Diferensial fərdi müxtəlifdir. Eyni təlim məqsədini aparmaq bəli, amma çox sağ olun, var olasınız. Hə, müxtəlif yanaşma ilə eyni təlim nəticəsini aparmaq, bəli, eyni sözü bircə dənə təlim nəticəsi eyni ola bilər. Qalan heç nə. Çünki mən uşaqların hər birinə məqsədim nədir? Öz hədəf məqsəd yazıram planda. Onu çatdırmaqdır hər bir uşağı. Məqsədim eyni. Daha doğrusu hədəfim deyim, diqqət yayılması. Baxın, hədəfim uşaqları o məqsədə çatdırmaqda. Dərsin sonu üçün hansı məqsədi qoymuşam əvvəlcədən? Hər bir uşaq ona, amma müxtəlif üsullarla çatdırıram. Və yaxud ilin sonunda dövlətin tələbini bütün uşaqlarda formalaşdırmaqdır məqsədim. Amma müxtəlif üsullarla formalaşdıram. Düzdür? Məsələn, rəngləri öyrətməkdirsə, birinə az rəng verərəm. Məsələn, 3 rənglə işləyər, biri 5 dənə rənglə işləyər. Potensialını gördünüz, fərqləndirdim. İkisi də rəng öyrəndi. Amma biri misal üçün 3 dənə, çünki potensial zəifdir. Biri də misal 5 dənə, 6 dənə. Bax, bu diferensial yanaşmadır. Yoxsa durum, bir də ki, mütəmadi olaraq yadınızda saxlayın. Eyni uşağa zəif tapşırıq vermək olmaz hər dəfə. Tədricən mürəkkəbləşməlidir. Yaxşı ki, o inkişaf olunsun. Yoxsa hər dəfə sənə, misal, asan sual versəm, inkişaf olmayacaqsınız. Uşağı təsəvvür edin, mütəmadi asan tapşırıq. Hər uşağın potensial imkanlarına görə tapşırıq vermək lazımdır müəllimə. Düzdür, çox sağ olun. Çox sağ olun. Deməli, Esmira müəllimə. Sual-cavab etdiklərim əl işarələrini zəhmət olmasa aşağı salın. Aha. 9-a baxın zəhmət olmasa. İnşallah ki, dərsin sonu testləri. Uşaq sinifdə sakit durmur, diqqəti yayılır. Müəllim hansı üsulu seçməlidir? Uşağı tənbih etmək. Xeyr, uşağı tənbih etmək olmaz. Aha, olmaz. Onun cəlb edən vizual və oyun elementi əlavə etmək. Məncə cavab budur. Sinifdən çıxarmaq olmaz, dərsi dayandırmaq qətiyyən olmaz. Ayzuxul. Uşağın qrupda sakit durmur, diqqəti yayılır və yaxud məşğələ sırasında məşğələ keçirin. Baxıram ki, uşağın diqqəti yayılır. Bu mütləq ki, olur sizdə işləyən müəllimlərsiniz, işləməyənlər də inşallah ki, işləyəcək. Və həqiqətən uşaq elədir də, öz ətrafınızdakı uşaqlardan götürün. 2 dəqiqə nəyisə diqqətini yönləndirə bilmirsiniz, tez dağılır. Burada ən məqsədlisi bir vizual, şəkillərdən, başqa bir vizual, məsələn, plakatlardan, əşyalardan və s. diqqətini cəlb etmək üçün və yaxud da oyunlardan. Oyun elementi uşaqların aparıcı fəaliyyətdə maraqlı olacaq. Düzdür. Burada baxın. Uşaq problemli davranış göstərdikdə müəllimin əsas məqsədi nə olmalıdır? Davranışı dərhal cəzalandırmaq, xeyr, cəzalandırma olmaz. Davranışın səbəbini başa düşmək və uyğun dəstək göstərmək. Cavab məncə B variantıdır. Uşağı sinifdən uzaqlaşdırmaq olmaz. Uşağın valideyninə şikayət etmək, bu da qətiyyən olmaz. Düzdür. Əla. Testlər düzdür. Elə çətin deyil, amma yaxşıdır. Deməli, baxın, cəzalandırmaq indi tam da inkar etməyək. Normalda əziz müəllimlər, baxın, qayda varsa, qaydanın sonunda cəza var. Qaydanın sonunda mütləq cəza var. Deməli, ona görə nə etmə, bu gün mən maşın sürəni mən də cəzalandırıqlar. Baxın, Zuzi qaydanı pozdum, sağ olsunlar. Ona görə bax, qayda pozulsa mütləq cəza var. Hər zaman elədir. Ona görə sadəcə bağçada uşaqlar körpədir deyə mən onları hələ yeni öyrədirəm. Necə misal üçün görürsüz deyirik, uşağın vəzifəsi yoxdur. Normalda vəzifə hər kəsdə var, amma uşaq körpədir deyə o hələ tam onu dərk etmir. Bağçadan danışıram ha. Amma yavaş-yavaş mən öyrədirəm ki, məktəbdə onun vəzifələri olacaq və onu əməl etsin. Qaydanda misal pozursa, normalda həqiqətən belədir. İmtahanda da misal üçün onu qəbul edir. Cəza var, ədalətli cəzada özü tökdü, özü yığışdırsın, misal üçün özü dağıtdı, özü yığışdırsın. Amma bunu ən son addım kimi testlərdə də çalışmalıyıq, ondan qaçaq. Çünki ondan əvvəl bizim atmalı olduğumuz çox addım var. Misal üçün, əks əlaqə qurmaq, yönləndirmək, istiqamət vermək, onu başa düşmək, misal üçün, izah etmək ki, uşaq anlasın ki, bu doğru deyil. Son anda artıq görürəm, yox, fayda vermir. Uşaq elə zorla deyir ki, mən cəzalandır. Bu da əlbəttə qətiyyən şiddət baxımından deyil. Yəni, misal, özü yığışdır, deyirəm ki, dağıtdın, özün yığışdır. Axı, sənə demişdim, seçili olacaq ətraf.
Belə. Amma bu variantda əlbəttə ki, ümumiyyətlə testlərdə yəni diqqətli olun. Cəza səhv verir ki, 99% aldı baxsada. Məktəbdə doğru götürülür. Baxın 11-ə. Amma 11-ə yox. 2 test işlədiniz müəllim? 2-də. Bəli, müəllim. Çox sağ Bəli, olun. bəli. Aytən Sağ olun, müəllimə, müəllim. baxın siz zəhmət olmasa. Bəli, müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir. İlləri yaxşı Səsiniz bilirsiniz. o qədər də yox, müəllim. Səsiniz qədər özünüz də çox gözəlsiniz. İndi oxuyum Var görək olasın. tapıram. Taparsınız. Azərbaycanda inklüziv təhsilin ilk pilot layihələri nə vaxt həyata keçirilməyə başlamışdır? 2000, 2001-ci il, 2010. 2016. B variantı ola bilər bəlkə mən. Amma tarixdə bir zəif B variantı ola Aha, bilər. indi ola bilər. Nəyə görə bu illər deyil? Nəyə görə 2010, 2010? 2004 çox gec kimi gəldi. Yəni ki, də çox tez kimi gəldi inklüziv təhsil Azərbaycana görə. Sonrakı illərdə gec kimi gəldi. Amma B variantı orta. Deməli, yaxşı, gəlin bunu çıxaq, bu sual altında dursun. Siz dediniz deyə işarə eləyirəm. Baxın, inklüziv təhsil Azərbaycanda neçənci ildə, ümumiyyətlə kurikulum nə zamandan təşkil olunmağa başlayıb, qəbul edilibdi Azərbaycanda? Neçənci ildən? Neçənci ildən biz artıq kurikulumu qəbul etməyə başlamışıq. İlləri mən sizə göndərməmişəm inklüziv təhsillə bağlı. Qrupda yoxdur illər. Göndər. PDF-ə baxıbsınız. Göndərməmişəmsə xatırladım, buradan çıxandan sonra Göndərməmisiniz göndərim. müəllimə. Göndərməmisiniz. Mən də baxa Ay, sağ oxuya ol. bilmədim. Yaxşı, göndərəcəm. İndi göndərməmişəmsə buna diqqətli olaq. Deməli, neçənci ildən artıq Azərbaycanda kurikulumda inklüziv təhsildə təşkil etməyə başlanılıb? Neçənci ildən? Mən 2005-ci ildən, amma yeni dəyişiklik 2018-ci ildən olmuşdu da. 2018-2022-ci ildə. 18, 24, 22. 18, 24, yoxsa 18, 22 hansı illəri bilmirsiniz. Burada da pilot deyirsə, pilot layihə deyirsə, deməli 2005-dən əvvəlki ili götürürük. 2005-dən əvvəlki il görün burada hansıdır? Baxın, deyir Azərbaycanda inklüziv təhsilin ilk pilot layihəsi, hələ layihələrdir, baxın, hələ tam təşkil olunmur. 2005-dən əvvəl hansı il var burada? A variantı 2000-2001-ci illər. Ay, sağ olun. A variantı. 2005-də artıq Azərbaycanda təşkil olunur kurikulumla birlikdə. Düzdür, tam qəbul edilir. Nə vaxt? Baxın, 12-ci suala. 10-cu dəqiqə vaxtımız var, görək çatdırırıq mı? 12-ci sualda görün nə deyir? Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsil inkişafı üzrə dövlət proqramı neçənci illərdə aid edir? Onda B variantı 2018-2024-cü illərdə. Ay, sağ olun. Bax, burada 34-dür. Düzdür, çox sağ olun. İl dediyə izahını istəmirəm də, ildə əzbərdir. Bunu göndərəcəm, xatırladarsınız. Günel müəllimə, baxın, zəhmət olun son üçə. Bəli, müəllimə. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. 13-cü sual idi müəllimə. Bəli, 13. İnklüziv təhsil haqqında dövlət proqramı hansı ildə prezident tərəfindən təsdiq edilmişdir? Müəllimə, mən səhv etmirəmsə bu 2015-ci il 19 yanvar idi. Burada da 2016-dır. 2016 olar müəllimə? 2015 idi. 2017. Xeyr. 17. Xeyr. 17. Ay, sağ olun. 17. Düzdür. Kim dedi? Yerdən kimsə ayrı adam. 2017. Başqa müəllimə cavab verdi. Flora Yox, müəllimə. siz Bəli, müəllimə. müəlliməm. Afərin. İlləri bilirsiniz onda. Çox gözəl. 17-dir. Yox, Burada yaxşı səhv edirsinizsə bilmirəm, bir gətir. dənə Keçdən yadımda qalıb ona görə. Hə, bu yadınızda Amma qalsa əslində əla. bilmirəm. 2000 ay son. İlləri xatırladın, göndərim. İllərdə səhv etdinizsə burada problem yoxdur. Yaxşı, çünki göndərməmişəmsə harda məlumat olur. Yəni araşdırıb öyrənə bilərsiniz özünüzdə. Yaxşı, onda da bunlarda səhv Təhsil etməməlisiniz. haqqında Çünki bunu detallı izah etmişəm. Amma illər heç. Deməli. Təhsil haqqında Baxın. Azərbaycan Respublikasının qanunu nəyi təsbit edir? Yalnız sağlam uşaqların təhsil hüququnu, xeyr, hər bir vətəndaşın bərabər təhsil almaq hüququnu. Elə budur müəllimə. Sadəcə orta təhsil səviyyəsində fəaliyyət göstərən məktəblərin sayını B variantı. Yəni hər bir vətəndaş bərabər təhsil almalıdır.
Oxuyum müəllim 15-i B də, variantı. yoxsa? Yalnız sözü varsa bu səhvdir. Sadəcə söz varsa, Bəli, fəaliyyət göstərən məktəbin sayını səhvdir. Bəli. B variantı. Sadəcə yalnız sözlər, xüsusiləşdirmə sözləri varsa, onlar testi çox vaxt səhv. Çox sağ olun. 2-dən oldu da Siz Günel sağ olun. müəllimə, düzdür? Bəli, çox sağ Salam olun. müəllim, Xeyirli axşamınız müəllimə, baxın xeyir olsun. 15-ə. Hər vaxtınız. Müəllimə, olar Kim bir idi? dənə sual vereyim sizə. Bəli, Nurani buyurun. müəllim. Kim idi? Aha, Bugünkü imtahana düşən buyurun. suallardan vermək istəyirəm. Mənim üçün qaranlıq olan sualdır. Aha, Olarmı? buyurun. Müəllimə, belə bir Yəni sual qrupda düşmüşdü. yazsız cavab versəm olarmı? Yaxşı, verin. Olar. Verin. Dedim Yox, test işi. müəllimə, testinizə davam Zəhmət edin, olmasın. verin. Hə, Olur. testi yekunlaşdıraq, vaxtımız az deyil. 6 dəqiqə qaldı. Qrupda yazın, cavablayacağam. Nə suallarınız varsa müdirlərin. Hər birini cavablayacağım. Yaxşı. Oldu, sağ olun. Deməli, kimmiş? Xeyli müəllimə, baxın 15-ə. Çox üzrlü sayın. Vaxtımız az deyil, bilirəm ki, çatmayacaq testi. Cavablarda yoxdur bu testlər. Xeyli müəllimə, baxın. Müəllimə. Hər vaxtınız xeyir. İnklüziv təhsilin məqsədi nədir? Bütün uşaqlara bərabər təhsil imkanları yaratmaq. B bəndidir. Düzgündür. İndi Sağ ol. birbaşa deyəcəydim ki, müəllimə burada A variantı da var. Vaxtınız az idi ona görə. Dediniz Yaxşı. vaxtınızı. Hə, çox sağ olun. Xüsusi uşaqları ayrılmış qruplarda oxutmaq bu deyil. Ayrılmış olan Müəllimlərin olmaz. ayrılmış sözü varsa onun üçün. Müəllimlərin işini asanlaşdırmaq bu da olmaz, düzgün deyil. Uşaqları reabilitasiya mərkəzlərinə yönəltmək. Bu da düzgün deyil. B bəndi düzgün cavab. Reabilitasiya. Hansı modelə aid reabilitasiya varsa? O tibbi modelə aiddir. Ay, sağ olun. Səhvdir. Çox sağ olun. 16-ya baxın. Aşağıdakilərdən hansı inklusiv təhsilin əsas prinsipidir? Fərdiləşmə və əlçatanlıqdır. Bu da düzgün cavab. Hay Məncə. Allah. Cəza varmı ki, xeyr. Seçici münasibət qətiyyən qərəz. Olmaz, o da qətiyyən. Rəqabət də olmaz. Fərdiləşmə və əlçatanlıqdır. Əməkdaşlıq olmalı, düzdür? Bəli, əməkdaşlıq. Xəttimə diqqət yetirməyin. Xəttim heç yaxşıdır. Deməli, fərqləşmiş və əlçatanlıq C variantı doğrudur. Cəza olmaz, seçici, yəni qərəzli olmaz, rəqabət deyil, əməkdaşlıq olmalı, düzdür? Çox sağ olun. Əməkdaşlıq. Sağ olun. Müəllimə İskəndərova. 2 xeyli müəlliməmiz var. 2 xeyli müəlliməmiz var idi. Sevdə müəllimə İskəndərova. Zəhmət olmasa səs açın, 5 dənə testimiz qalıb, test çatdıraq. İlçanə müəllimə. Bəli, müəllimə. İnklüziv təhsil hansı sənədlərlə tənzimlənir? Yalnız təhsil haqqında qanunlar, xeyr. Təhsil haqqında və xüsusi təhsil haqqında qanunlar, cavab budur. Yalnız məktəb daxili nizam nümunələrlə, xeyr. Yalnız əmək məcəlləsi ilə, xeyr. Cavab B variantı. Ay, sağ olun. 18-ə baxın. Aşağıdakılardan hansı inkluziv təhsilin hüquqi əsasına aid deyil? Təhsil haqqında qanun aiddir bu. Əmək məcəlləsi aid deyil. Xüsusi təhsil haqqında qanun aiddir. İnklüziv təhsil üzrə dövlət proqramı bu da aiddir. Cavab B variantı. Hansı variant? B variantı. Deyil. Qanun nə idi də aid deyil? Nəyə aid deyil? Hansı İnklüziv təhsil hüquqi əsasına aid deyil. Aid deyili soruçura, aid olmayanı soruçura, aid olmayan hansıdır? Hansı aid olmayanı soruçur? Elə mi baxdınız? Yəni deyil deyil. Xüsusi təhsil haqqında qanun. Deyil, baxın deyir Azərbaycan. Nə deyir? Aşağıdakılardan hansı inkluziv təhsilin hüquqları əsasına aid deyil? Hüquq dövlət proqramıdır. Əmək məcəlləsi olarmı ki? Olmaz demişdiniz əslində. B-ni mi demişdiniz? Hansı variantı demişdiniz? B variantı demişdim. B-ni isə düz deyirsiniz. Əmək məcəlləsi deyil. B variantıdır yəni. 2 dənə test oldu müəllimə? Bəli. Çox sağ olun. Sonra təxminə müəllimə. Baxın zəhmət 19-a. 3 dəqiqəyə çatdırın. 3 dənə sual, 4 dənə. İnklüziv təhsildə əsas məhsul qurum kursudur. Əsas məhsul qrup inklüziv təhsildə Elm və Təhsil Nazirliyi olar da. Düzdür. Son 20-yə baxın.
İnklüziv təhsil dedikdə nə başa düşülür? Xüsusi uşaqların ayrıca məktəbdə oxunması bu deyil. Fərqli imkanlara malik uşaqların eyni təhsil mühitində birgə tədrisi budur. B bəndi, fərqli imkanlara malik uşaqların eyni təhsil mühitində birgə tədrisi. Çox sağ olun. Aysel müəllimə. Buyurun. Aysel müəllimə. Baxın, iki dənə hər vaxtınız xeyir. Bu ikisinə də siz baxın, zəhmət olmasa. 2 dəqiqəmiz var. Tibbi modeldə əsas məqsəd nədir? Cəmiyyəti uşağa uyğunlaşdırmaq, uşağın çatışmazlığına müalicə etməklə onu uyğunlaşdırmaq, sosial maneələri aradan qaldırmaq, tədris mühitini dəyişmək, qrup işi ilə uşağı inkişaf etdirmək, uşağın çatışmazlığına müalicə etmək və onu uyğunlaşdırmaq. Ay sağ olun. Çünki bu tibbi pis, mənfidir. Pis deməyək, mənfidir. Amma cəmiyyəti uşağa uyğunlaşdırırıqsa sosialdır, cəmiyyət sosial maneələr aradan qalır sosialdır, yəni bariyerləri, tədris mühitini dəyişmək, sosial uyğunlaşdırır çünki qrup işi ilə uşağı inkişaf etdirmək, sosialdır. 22-yə baxın. İnklüziv təhsil modelinə görə cəmiyyətin vəzifəsi nədir? Fərqli uşaqları ayırmaq, fərqli uşaqları cəmiyyətə uyğunlaşdırmaq, cəmiyyəti uşaqlara uyğunlaşdırmaq, uşaqları xüsusi məktəblərə göndərmək, sadəcə müəllimlər hazırlamaq. Fərqli uşaqları cəmiyyətə uyğunlaşdırmaq. Cəmiyyətə uşaqlara uyğunlaşdırmaq modelinə görə, inklüziv təhsil modelinə görə cəmiyyətin vəzifəsi nədir? Fərqli uşaqları cəmiyyətə uyğunlaşdırmaq. Olarmı ki, uşaqları cəmiyyətə uyğunlaşdırırsa, cəmiyyəti uşaqlara? Cəmiyyəti uşaqlara uyğunlaşdırmaq. Cəmiyyət uşaqlara. Cəmiyyəti, sosial modelin tələbi də bu. Burada baxın, nə dedik? Baxın, burada dedik ki, uşağın çatışmamazlığı yox idi. Vardısda var idi. Bax, dedik ki, birində tibbi modeldə, dedik ki, orada uşaqları biz çalışmalıyıq. Yəni, uşaq sağalmalıdır, uşağı, misal üçün, reabilitasiya mərkəzlərinə yatırmalıyıq, müalicə almalıyıq ki, uşaq sağalsın, normal olsun və cəmiyyətin standartlarına uyğun. Bax, bu tibbi modeldir. Amma sosial da deyir ki, xeyr, sən baxış tərzini dəyiş. Sən yanaşmanı, sağ olun. Düzdür.